İşe gedəndə gəlib buradan pusu bıçağı soxub. Qonşu gəldi ki, az quzun qalıb yoldu qanın içində. Kürdəmirdə ər arvadını qətlə yetirib. Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində Natiq Bəşirov 21 yaşlı həyat yoldaşı Lamiyə Bəşirovanı qətlə yetirib. Hadisə yerinə rayon hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyidi ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Vallahi neçə gündür bunlar münaqişədə idi. Söz söhbətləri olurdu. Qız da ki, deyirdi ki, qeyb işə girəcəm. Sonra bu geri də Bərdədə işləyir. Bu da ezam olmuşdu. Gəldi dedi ki, şeydir. Yox, o işləyə bilməz, həm də ki, o mənimlə boşana bilməz. Gedə görüb ki, bu marketdə işləyir. Bu da gəldi bizə uşağın gördü, təzədən bana səs atdı. Dedi ki, bəs şeydir da, sən orada işləməyəsən. Mən nə qədər səninlə boşanmamsan, işləməyəsən orada. Bu da dedi ki, nə olsun, adam yemi var, işləyirəm də orada. Bəs sən mənə baxmırsan, eləmirsən, yaxşı uşağım az qalır falan bəs mikan. Beləcə söhbətlər oldu. Axşam da təzədən səs atdı ki, bəs mən səninlə qurtardım. Sən mənə yaz, nə anamı narahat elə, nə qardaşımı narahat eləmə. Gedə, qız gedə oğluna. Qayıt deyir ki, mən də sənə başı oynatacağam. Gəl səni öldürəcəm, gedib gedəcəm türməyə, yenə sələyəcəm. Mən də nə ağlıma gələr? Səhər bu geyinib keçib işə gedir marketə. İşə gedəndə gəlib buradan pusu bıçağı soxub.